Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkənin müdafiə qüdrətinin yüksəldilməsi və ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində təxirə salınmaz əməli tədbirlərin görülməsini daima diqqət mərkəzində saxlayır. Azərbaycan ordusunun modern ordu kimi formalaşmasında elm və hərbi təhsilin müasir tələblərə uyğun təşkili mühüm əhəmiyyət kəsb edir. Ona görə də aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və hərbi təhsilin keyfiyyətinin artırılması tədbirləri uğurla icra edilir. Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilərək Hərbi Elmi Tədqiqat İnstitutu, Hərbi İdarə Etmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzi, Bakı, Gəncə, Naxçıvan Hərbi Kollecləri, Cəmşid Naxçıvansk adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib. Milli Müdafiə Universiteti tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını, ümumi təhsilin tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsini təmin edir. Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbul ilində 1 aprel tarixdən 30 aprel tarixinədək müraciət olunan hərbi təhsil müəssisəsi, qəbul imtahanları isə bir qayda olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dilində həyata keçirilir. Xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlar təhsil müddəti ərzində bütün təminat növləri ilə təmin olunur, özləri və valideynləri aylıq pul müavinəti alırlar. Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərə cari il ümumi təhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər. Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə, həmçinin 300 manat məbləğində bir dəfəlik ödəmə, ayda 50 manat məbləğində təqaüd, 100 manat məbləğində valideyninə ödənilən məbləğ, 100 manat məbləğində isə hesablarına yığılan müavinət ilə təmin olunurlar. Namizədlər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilən imtahanların nəticələrinə əsasən qəbul edilirlər. Bakı, Gəncə, Naxçıvan hərbi kolleclərinə cari ildə ümumi təhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları